Motor restoran sistemində biz bayaq dediyim kimi slicer aparat olur. Standart boyla doğrayırıq biz. İstədiyimiz ölçüdə millimetr, yəni söhbəti var. Badımcanı doğrayırıq. İndi mən sizin üçün həmin badımcanı o slicerin əvəz edicisi kimi doğrayacağam ki, o səliqə səhmanı siz slicer olmadan da həm də evdə doğrayasınız. Yəni dediyim bax eyni tərzdə gördüyünüz kimi bu cürə doğrayırıq badımcanları. Qalan hissəsində doğrayırıq. Badımcan ruletinə səliqəli eyni naziklikdə doğranmalıdır. Bu sonda qalanı masanın üstünə qoymuruq. Qəşəngdir. Bir dənə də bundan çıxacaq. Gördünüz də, yəni eyniliyi gördünüz. Yəni bu cürlə doğrayırıq. Sonra qızardacaq, arasını qozunu qoyacaq, bükəcək. Tək qoz olmayacaq, başqa üsulla eləyəcək. Kəsmiyi qozla qatışdıracaq. Acısı olmayacaq. Bəli, rulet eləyəcək. Badımcan ruletidir. Neçə cür çeşidlidir. Bu gün kəsmili qozlu olacaq inşallah.